Salam, bu dəfəki videoda ağac informasiya modeli və qraf informasiya modelinin testlərinin izahını verəcəm. Baxaq birinci suala. Bütün tilləri istiqamətlənmiş olan qrafa nə deyilir? Qrafda təpələr arasında təpələri birləşdirən o xətlərə deyirik til. Əgər bu tillərin hamısı istiqamətlənmiş olarsa, bu qrafa deyirik diqraf. Qonşuluq matrisinə əsasən onun tillərinin sayını tapın. Qonşuluq matrisi belə bir matrisdir ki, təpələr, sətirlər və sütunlar üzrə göstərilir. Sətir və sütunların kəsişməsində əgər 1 varsa, deməli o təpələr arasında til var. 0 varsa, o təpələr arasında til yoxdur deməkdir. Sətir və sütunun kəsişməsinə baxırıq. Baxın, A-dan A-ya yoxdur. A-dan B-yə də yoxdur. Amma A-dan C-yə var. A-dan D-yə yoxdur. Baxıram B-yə. B-dən C-yə və D-yə var. Fikir verirsinizsə, burada bir təkrarlanma yoxdur. Yəni, A-C, C-A kimi, B-C, C-B kimi. Baxaq indi bura C-də. C-dən A-ya var. Biz bunu zaten yazmışıq A-C şəklində. C-dən B-yə də var, bunu da yazmışıq. C-dən bir də D-yə var, bunu yazmışıq. D-yə baxırıq. D-də B-yə və C-yə var. D-B də var, D-C də var. Yəni, yazmışıq deyə təkrarlanmırıq. Deməli, 4 ədəd tili var. Şəkildə A, B, C, D, E, F şəhərlərini birləşdirən yol verilib, hər bir yolla yalnız göstərilmiş istiqamətdə hərəkət etmək olur. Burada nəyə diqqət edəcəyik? A-dan F-ə gedən bütün mümkün yolları balaca qrafda deyə rəqəmlərini göstərsəm də yolların özlərini də göstərəcəm. Bu, biraz praktika tələb edən məsələdir. Yəni, bir müddətdən sonra işlədikcə daha səhvsiz, daha rahat bu məsələni həll edə bilərsiniz. Baxaq bura. A-dan B-yə bir dənə yol var. Fikir verirsə, B-yə bir dənə ox daxil olur. Və təkcə A-dan daxil olur deyə bir dənə mümkün versiya var da, A-B yolu. Yazdım 1. A-dan D-yə də həmçinin. Fikir verirsə, ümumiyyətcə D-yə, yox, burada 2 yol daxil olur. Ona görə hələ bir şey deyə bilmir. C-yə baxaq. C-yə 2 mümkün xət gəlir. Biri A-dan gəlir. 1 burada. B-də də 1 var idi. 1 ilə 1-in cəmi 2. Y-yə baxaq. Y-yə 1 ox daxil olur. O da C-dən daxil olur. Y-yə 2 versiyada gəlmək olur. Gəlin hələ ki, versiyaları sayın. Baxın. A-dan B-yə 1 versiya var. A-B. A-dan C-yə ümumiyyətcə 2 versiya var. Biri AC-dir, bilavasitə. Biri də ABC-dir. 2 versiya oldu mu C-yə? Y-yə baxaq. Y-yə ABC-yə gedə bilərik. Ya da AC-yə gedə bilərik. Gəlin indi D-yə baxaq. D-yə Y-dən də gəlmək olar. 2 versiya buradan gəldi. A-dan da gəlmək olar. Bir versiya da buradan artdı. 3. F-ə baxaq. F-ə Y-dən gələ bilərik. 2 versiya. D-dən gələ bilərik. 3 versiya. Cavab oldu 5. Dördüncü sual. Qrafın qonşuluq matrisi ilə təsvirlərdən hansı doğrudur? Belə tip məsələdə nəyə diqqət edirik? Sağda cavab variantları verilib. Yetərincə də böyük görsənir. 1-0 yığınına oxşuyur. Amma bəzi məqamlara diqqət edərək tez nəticə əldə edə bilərik. Məsələn, baxıram ki, burada bir ilgək yoxdur. İlgək təpənin özündən özünə, məsələn, Y təpəsidir, özündən özünə til olmasıdır. İlgək yoxdursa, sətir və sütunun kəsişmələri, baxın,
diaqonal üzrə gəlir də B-nin B ilə kəsişməsi, C-nin C ilə, D-nin D ilə və s. Bu diaqonal üzrə gərək ilgək yoxdursa, bütün elementlər sıfır olsun. Yəni A-dan A-ya yoxdur, B-dən B-yə, C-dən C-yə və s. Fikir verirsə, Y variantında 2 dənə 1 var burada. Olmaz. İlgək yoxdur. Burada da diaqonalı götürürəm. Burada da fikir verdiniz, 1-ə rast gəldik. D variantda deyil. Burada yoxdur, burada yoxdur, burada da yoxdur. Qaldı A, B, C variantda. Bu tip məsələdə gözünüzə böyük görsənə bilər, amma bütün mümkün versiyaları necə çıxarda bilərik? Bəzi yollardan. Məsələn, Y təpəsi nə? Yalnız bir yol var. Yəni, Y-nin olduğu sütunda yalnız bir dənə bir olmalı. Burada 2 dənə bir var. Fikir verirsiniz? Deməli, C variantı deyil. A və B-də Y sütunu eyni. İndi baxaq A ilə B-nin fərqini. Baxaq, burada A sütununda belə götürsək, B, C, D-də plus var, burada da həmçin. B-yə baxıram, A, C, D-də var, burada da həmçin. C-yə baxıram, C-də A, B, D-də var, burada A, B-də var. Gedirik, qrafın özünə baxın. C-nin A ilə də əlaqəsi var, B ilə də, D ilə də. Əlaqə bilavasitədən gedir. Baxın, C-dən K-ya gedə bilərik, amma D-dən keçmək məcburiyyətindəyik, məsələn. Amma bilavasitə əlaqə varsa, birbaşa ox əlaqələnirsə, bunları sayırıq. A-nın, üzr istəyirəm, C-nin A və B və D ilə əlaqəsi var. Yəni, bu versiya daha doğrudur. A, B, D. Digərlərini də yoxlasaz, görəsiniz ki, eynidir. Peki, burada məsələ qaldı yox. 5-ci sual. Şəhərləri birləşdirən yolların sxemi göstərilib. Hər yolla yalnız oxla göstərilmiş istiqamətdə hərəkət etmək olar. A şəhərinə, K şəhərinə neçə müxtəlif yol var? Baxaq. A-dan ümumiyyətcə B-yə cəmi bir ox gəlir. O da A-dan gəlirsə, deməli bura olur 1. C-yə də bir ox daxil olur. Digərləri çıxır, fikir verirsinizsə. O da A-dan gəldiyinə görə burada 1 yazır. F-ə baxaq. Burada sütun üzrə yavaş-yavaş getmək lazımdır. A-ya baxaq. Üzr istəyirəm. F-ə baxaq. F-ə A-dan və B-dən gəlmək olar. B-də bir yol var. A-dan da mümkün olsa da bir yoldur. Eləyir F-də 2. H-a baxaq. H-a C-dən gələ bilərik bir yol. A-dan gələ bilərik bir yol. Elədi 2. F-dən isə 2 mümkün versiya ilə gələ bildiyimizə görə topladıq elədi 4. G-yə baxaq. F-dən və H-dan gələ bilərik. 2 və 4 elədi 6. D-yə baxaq. C-dən bir yolla gəlmək olar. Ayrı bir ox da yoxdur. Ona görə 1. I-yə baxaq. I-yə G, H və D-dən gələ bilərik. 6, 4, 10. Bir də burada 11. J-yə. J-yə yalnız G-dən gəldiyimizə görə 6. İndi K-da ehtiyatdır. Y-yə baxaq hələ. D-dən gəldiyimizdə təkcə bir versiya var. O da D-dən gəlir. 1. İndi K-ya baxaq. 1 Y-dən gəldi. D-dən də 1 gəldi. 2. I-dən gəldi. 13. J-dən də gəldi. 19 elədi. Cavab 19. Heç nə. J-dəki 6-nı, I-dəki 11-i, D-dəki 1-i, Y-dəki də 1-i əlaqələndirdi. 6. Bu da eyni tipdir. A-dan elə gedir. Biraz oxlar çətin görsənir. Baxaq.
B-yə yalnız A-dan ox gəlir. Çox çətin görsənir. Real. Bir dənə dəqiqləşdirək. Aha. B-yə yalnız A-dan gəlir, bir yox. Y-yə yalnız A-dan gəlir, bir yox. D-yə Y-dən və A-dan gəlir. Bir burada, bir burada, 2. C-yə D-dən, A-dan və B-dən gəlir. 2, 1, 1. Elədi 4. F-ə baxaq. 1 ilə 4-ün cəmi 5, 2 buradan gəlir çünki. H-a baxaq. H-a yalnız Y-dən gəlir. 1. Y-də də 1-dir deyə məcburi 1 qalır. Belə deyil. G-yə hamısından gəlir. 1 buradan gəldi, 1 buradan gəldi, 2. 2 buradan gəldi, 4. 4 buradan gəldi, 8. 5 də buradan gəldi, 13 versiya. İ-yə baxaq. İ-yə F-dən gəlir 5. G-dən gəlir 13, elədi 18. H-dan da gəlir 1, elədi 19. Elə J-yə İ-dən yalnız gəldiyinə görə 19 versiya qalır. K-ya yalnız İ-dən gəlir 19. İndi elə baxaq. 19 versiya burada. 19 versiya burada. İ-dən gəlir. J-dən də 19 gəlir. Yəni 3 dənə 19. Cavab 57. Qraf informasiya modelinə əsasən bir təpəsindən 7 təpəsinə neçə müxtəlif yolla getmək olar? Deməli, 2-yə yalnız bir ox daxil olduğuna görə burada 1. 3-ə 1-dən də gəlmək olar, 2-dən də gəlmək olar. 1 versiya belə, 1 versiya belə. 1 buradakı 1. 2. 4-ə baxaq. 3-dən 2 versiya ilə gəlmək olar. 1-dən də 1 versiya ilə. Elədi 3. 6-ya baxaq. 5-dən də gəlmək olar. Hələ 5-i bilmirik. Gəlin 5-ə baxaq. 5-ə 2-dən də gəlmək olar, 3-dən də. 2-dən 1 versiya ilə gələcəm. 3-dən 2 versiya ilə gələcəm. 1, 2, elədi 3. 6-da 3 versiya 5-dən gəlir. 2 versiya 3-dən gəlir. 3 versiya da 4-dən gəlir. Yəni 8 versiya. 7-yə baxaq. 8 versiya buradan gəlir, 3 versiya isə buradan. 8 üstə gəlir. 3, yəni 11 yolla getmək olar. Qeyd edim ki, bu yollar təkrarlanır. Şəkildə qrafın çəki matrisi göstərilmişdir. Bu qrafın neçə tilinin olduğunu müəyyən edin. Diqqətli olaq. A ilə B arasında təpə var. A ilə C, A ilə Y arasında da var. B ilə A arasında var. Bunu təkrarlamırıq, yazmışıq onsuz. B ilə D arasında var. C ilə A arasında yazmışıq. C ilə D arasında var. D ilə baxaq. B arasında, C arasında və Y arasında var. D ilə B-ni və C-ni yazmışıq. D ilə Y qaldı. Y ilə ikisi var. A ilə D arasında. Y ilə A-nı da yazmışıq, D-ni də yazmışıq. Toplam neçə versiya oldu? 6 versiya. Qraf informasiya modelinə əsasən bir təpəsindən 7 təpəsinə 4 və 5 təpələrinin keçməmək şərti ilə. Baxın, burada diqqətli olmaq lazımdır. Çünki 4-dən və 5-dən gələn və onlara gələn, yəni onlara daxil olan da, onlardan çıxan da bütün oxları nəzərə almayacaq. Baxaq. 2 təpəsinə yalnız bir üsulla gəlmək mümkündür. 4 təpəsinə gedən yolu, baxın, keçməsin deyə
buna gələn oxları və bundan gedən oxları ignor elədim. 5 təpəsini də gəlin ignor eləyək. Sanki belə bir qraf qaldı. Onda daha rahat olacaq. Baxaq, 3 təpəsinə 2 yolumuz var. 1 və 2-dən gələn yol var. Toplam elədi 2 dənə yol. 6 təpəsinə yalnız 3-dən gələ bilərəm. 2 dənə yol qaldı. 7 təpəsinə də yalnız 6-dan getdiyimə görə qaldı 2 yol. Yəni cavab 2. Bu yol belədir. Gəlin rahat olsun. 2 kiçik rəqəmdir. 1, 3, 6, 7 gedə bilərik. Ya da 1, 2, 3, 6, 7 yollarına gedə bilərik. Baxın 1, 3, 6, 7. 1, 2, 3, 6, 7. Bunu oxlara əsasən rahatlıqla deyə bilərsiniz. Cavab D variantı. 10-cu sual. 0, 4, 7 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlanmayan neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək. Nəyə diqqət edirsiniz? Burada 0 olduğunu. 0-la başlayan ədəd, məsələn, bu 2 rəqəmli ədəddir. Yəni, ədəd 0-la başlasa, o 0-ın bir mənası yoxdur. Bu artıq 3 rəqəmli yox, 2 rəqəmli ədədə düşür. Ona görə, gəlin belə eləyək də, Y, Z, T olsun, 3 rəqəmli ədəd. 0-la başlaya bilməz. Yəni, burada ya 4 olacaq, ya da 7 olacaq. 4-lə 4-ü çıxsam, rəqəmləri təkrarlanmayan, baxın, təkrarlanmamalı. 4, 0, 7, 4, 7, 0. Ayrı bir beysiyə qalmır. Çünki 2 dənə yer, 2 rəqəm və təkrarlanma olmayacaqsa, 0, 7, 7, 0 kombinasiyaları. 7 üçün də həmsinin. 7, 4, 0, 7, 0, 4. 4 kombinasiya elədim. On birinci sual. Deyir ki, A şəhərindən G şəhərinə, S şəhərindən keçməməklə. Yəni, S-yə gələn bu oxları gəlin iptal eləyək. S-yə gələn oxu iptal eləyək. S-nin özünü iptal eləyək. Və S-dən çıxan oxu da iptal eləsək, sadələşmiş belə bir qraf yaranacaq. İndi baxaq. S şəhərindən keçməməklə dəqiq baxaq ki, bütün iptal eləmişik. Aha. Və ən qısa yolun uzunluğunu deyir. Ən qısa yolun uzunluğu yaxşı olar ki, mümkün qədər aşağı rəqəmlərlə gedək. Yəni, biz A, B, F, G getsək, burada böyük bir rəqəm var da, artıq cəmdə böyüyəcək. Ona görə mümkün qədər qısa yollarla gedək. Baxın, 2, 7 yolunu getməkdənsə, burada daha qısa yol var sanki. 3, 6, 1, 5 yol məsələn. 3 ilə 6, 9, 9 ilə 1, 10, 15. Görək bundan qısa yol var. 2, 7, 5 yol. Baxın, bu qısadır. Niyə? Biz bunlarda biraz praktika eləyərək öyrənə bilərik. Gəlin, mən bütün mümkün versiyaları göstərim. Onların içindən siz seçin. A-dan B-yə, F-ə, G-yə gedə bilərik. Məsələn, 2, 16. 16, 2, 18 elədi bu yol. Belə gedə bilərik. A, B, F, K, G. Bu daha böyüdür sanki. 2, 10, 4, 5. 12, 9 da buradan 21. Daha da böyüdür. Belə getmək olar. A, B, K, G. 2, 7, 9, 9 ilə 5, 14. Ən qısa yolumuz elə budur. Buradakı versiyaları bitirdik. Gedək aşağıya.
A, D, Y, G gedə bilərik. 3, 6, 7. 9 ilə 7, 16 eləyəcək. A, D, Y, K, G gedəcək. Burada da bir rəqəm fərq eləyəcək. 9, 10, 15. Fikir verdinizsə, içlərində tapdığım ən kiçiyi 14 idi. Burada hər bir yolla yalnız A şəhərindən K şəhərinə. Aha, buradan heç bir məhdudiyyət qoymur. Sırayla sadəcə üstün olaraq gedir. Baxaq. B-yə yalnız bir ox daxil olur, o da A-dan. 1. C-yə yalnız bir ox daxil olur, o da A-dan. 1. D-yə C-dən gəlir bir yol, A-dan gəlir bir versiya. B-dən gəlir bir versiya. Elədi 3. Y-yə C-dən bir versiya gəlir. D-dən 3 versiya gəlir. 4. Elədi. B-dən də bir versiya gəlir. Elədi 5. F-ə diqqət eləyək. Y-dən gəlir. B-dən gəlir. 1 buradan, 5 buradan. 6. İndi K-ya baxaq. K-ya 6 buradan gəlir. 5 buradan gəlir. 1 də buradan gəldiyinə görə 5, 6, 1, yəni 12.